Bu il dünyanın 69 böyük şəhərini əhatə edən müqayisəyə əsasən, gəlir vergisindən sonra ən yüksək orta əmək haqqı İsveçrənin Sürix şəhərində qeydə alınıb. Yenavaz.com xəbər verir ki, məlumatlar Deutsche Bank tərəfindən dərc olunan Mapping the World's Prices 2026 hesabatında yer alıb. Məlumatda bildirilir ki, Sürix şəhərində vergilər ödənildikdən sonra orta aylıq əmək haqqı $8363 təşkil edir. İkinci yerdə ABŞ-nin San Francisco şəhəri qərarlaşıb. Burada orta xalis aylıq əmək haqqı $7601. Üçüncü yeri isə $7444 İsveçrənin Cenevre şəhəri tutur. Avropa şəhərləri arasında da ciddi fərqlər müşahidə olunur. Sürixdə orta xalis aylıq əmək haqqı Londondakı $4289 göstəricidən təxminən 2 dəfə yüksəkdir. Paris şəhərində orta əmək haqqı $3622, Madriddə $2509, Barselonada $2394, Milanda $2216, Romada isə $1993 təşkil edir. Lissabonda bu göstərici $1608-dır. Beləliklə, Sürixlə Lissabon arasında orta xalis aylıq əmək haqqı fərqi $6755 çatır. Dünyanın aparıcı iqtisadi mərkəzlərindən biri olan Tokyo reytinqdə 39-cu yerdədir. Yaponiyanın paytaxtında orta xalis aylıq əmək haqqı $2394 göstərilir. Tokyo bu göstəriciyə görə Dubay, Toronto, Berlin, Seul və Oakland kimi şəhərlərdən geridə qalır. Sürixdəki orta əmək haqqı isə Tokyodakı göstəricidən 3 dəfə çoxdur. Asiya şəhərlərində də gəlirlər arasında geniş fərq var. Singapurda orta xalis aylıq əmək haqqı $3975, Seulda $3015, Şanxayda $1708, Pekində isə $1561-dır. Digər tərəfdən Bangalore, Mumbai, Dehli, Bangkok, Manila və Jakartada orta xalis aylıq əmək haqqı $1000-dan aşağıdır. Singapurla Jakarta arasında bu göstərici üzrə fərq 9 dəfədən çoxdur. Bununla belə yüksək maaş avtomatik olaraq daha yüksək yaşayış səviyyəsi demək deyil. Müqayisə yalnız vergilərdən sonra işçinin əldə etdiyi orta aylıq gəliri göstərir. Şəhərlərdə yaşayış, kirayə və digər xərclərin səviyyəsi nəzərə alındıqda real alıcılıq qabiliyyəti fərqli ola bilər. Dünyanın 69 şəhəri üzrə orta xalis aylıq əmək haqqı belə olub. Müqayisə üçün bildirək ki, açıqlanan son məlumata görə Azərbaycanda muzla çalışan işçilərin orta aylıq nominal əmək haqqı vergilər daxil olmaqla 1174,4 manat olub.